İndi də 2 dəqiqə qaldırıram. Bir dəqiqə dayan. Xanım, çox üzr istəyirəm, həyat yoldaşımdır. Bir dənə bunu başa salın ki, mən doğrudan da burada idman eləyirəm, buyurun. Alo. Bəli. Hə, idman eləyir. Nə? Mən sənin ailəndə axıdıram. Niyə ştanqanı? Özün səni fritə. Son zamanlar paytaxtımızda ticarət və dizayn mərkəzləri açılıb. Amma onların arasında analogu olmayan var. Bu, Simfoniya Ticarət və Dizayn Mərkəzidir. Gəlin, baxaq. Salam. Salam, Simfoniya Ticarət və Dizayn Mərkəzinə xoş gəlmisiniz. Sizdə təmir üçün hər şey satılır? Əlbəttə ki, hər şey. Divar kağızları, pərdələr, hamam mebelləri və aksesuarları, kafel, metlaq. Üzr istəyirəm, bəs santexnika necə? İtaliyadan, İspaniyadan, Almaniyadan və digər Avropa ölkələrindən santexnikanın ən son modelləri yalnız bizdədir. Çox gözəl. Onda mənə unitaz lazımdır. Neçə dənə? Bir dənə yoxsa 2 dənə? 30.000 dənə. Nə? 30.000 dənə? Bəli. Mən çox üzr istəyirəm. 30.000 dənə unitazı neyinirsiniz? Əşki, yaman zibilə düşmüşük. Bizim futbolçularımız İtaliya yığma komandası ilə bir qrupa düşüblər. Aha. Biz də fikirləşdik ki, stadionda kresoların yerinə 30.000 dənə unitaz quraşdıraq. Əşki, bilirsiniz də, bizimkilər oynayanda cəmaatın halı xarab olur, ürəyi bulanır. Hə, problem yoxdur. Simfoniya Ticarət və Dizayn Mərkəzinin adından sizə 11 dənə də unitaz hədiyyə eləyirəm. Onlar xeyr ola. Bizim futbolçular İtaliya yığmasını görəndə 100% qarın ağrısına düşəcəklər. İdman mövzusunu davam etdirək. Bizim analogu olmayan futbol üzrə milli yığma komandamız var. Futbolçularımız həmişə öz oyunları ilə biz tamaşaçıları sevindirir. Amma İspaniya tamaşaçılarını, Finlandiya tamaşaçılarını, hətta Lüksemburg tamaşaçılarını da. Bugün isə bizim milli yığma komandamız Portuqaliya milli yığma komandası ilə oynayır. Gəlin, baxaq. Axşamınız xeyir, hörmətli futbol azarkeşləri. Bugün Azərbaycanın futbol üzrə milli yığma komandası Portuqaliya milli yığması ilə görüşür. Oyun mərkəzdən başlayır, top Cristiano Ronaldo'dadır. Ronaldo gol. 1-0 Portuqaliya yığmasının xeyrinə. Top yenə də Cristiano Ronaldo'dadır. Ronaldo gol. 2-0 Portuqaliya yığmasının xeyrinə. Top yenə də Ronaldo'dadır. Ronaldo gol. 3-0 Portuqaliya yığmasının xeyrinə. Top yenə də Ronaldo'dadır. Ronaldo. Aha, Rəşad Sadıqov. Ronaldo gol. 4-0 Portuqaliya yığmasının xeyrinə. Top yenə də Ronaldo'dadır. Ronaldo gol. 5-0 Portuqaliya yığmasının xeyrinə. Top yenə də Cristiano Ronaldo'dadır. Ronaldo. Aha, budur Ruslan Abuşev sol cinahla irəliyir. O bir oyunçunu keçir, ikinci oyunçunu keçir. Qapçı ilə tək-bətək qalır. Hayıf, çox hayıf ki top Ruslan Abuşev'da deyil. Top Ronaldo'dadır. 7-0 Portuqaliya yığmasının xeyrinə. Top yenə də Ronaldo'dadır. Ronaldo. Aha, Vaqif Cavadov Ronaldo'dan topu aldı. O bir oyunçunu keçir, ikinci oyunçunu keçir. Sol cinahla irəliyir. Qapçı ilə tək-bətək qalır. Qapçını alladır, vurur və gol! Gol! Vaqif Cavadov gol vurdu. 8-0 Portuqaliya yığmasının xeyrinə. Top yenə də Cristiano Ronaldo'dadır. 9-0 Portuqaliya yığmasının xeyrinə. Tamam, oradan bir su verin. Boğazım qəhərləndi Ronaldo deməkdən. Yaxşı, soran verərsin. Nə? 9-1! 9-1! Hörmətli tamaşaçılar, mən sizi təbrik edirəm. Biz nəhayət ki bir gol vurduq. Bu bizim qələbə, bu qələbədir. Bu çox gözəl bir haldır. 9-1! Üzr istəyirəm. 91-0 Portuqaliya. Bununla oyun sona çatır. Sağ olun, yeni görüşlərə dək.
bizim nazirlər çox gözəl insanlardır. Onlar vətəndaşların problemlərini həll etməyə hər zaman hazırdılar. Amma əngəl var. Problemi nazirə çatdırmaq üçün onun qəbuluna düşməlisən. Bu isə qeyri-mümkündür. Çünki əşi qeyri-mümkündür də. Gəlin, baxaq. Salam, mən cənab nazirin qəbuluna gəlmişəm. Oo, yenə də sənsən? Neçənci dəfədir ki gəlirsən? 72-ci dəfədir gəlirəm. Amma bugün 100% cənab nazirin qəbuluna düşəcəm. Düşərsən. Hamı belə deyir, keç. Salam, mən cənab nazirin qəbuluna gəlmişəm. Əllərimi yuxarı qaldır. 8 ay bundan qabaq belə deyildin. Arıqlamısan ha? Əşi, bura gəlib getməkdən arıqlayaram da. Keç. Salam, mən cənab nazirin qəbuluna gəlmişəm. Ağzıma baxın. Ayla. Heç. Bitlərin yoxdur ki. Keç. Keçə bilərəm? Keçə bilsən, keçərsən. Əllərini qaldır. İndi salto elə. Keç. Bir dəqiqə, hara getsin? Mən cənab nazirin yanına gedirəm. Geç. Davay. Ləzzətli. Ha, davay. Geç, tez ol. Əyil. Tez ol, davay. Sən bacaracaqsan. Sən bunu eləyə bilərsən. Davay. Malades. Əllərini qaldır. Get. Salam, mən cənab nazirin qəbuluna gəlmişəm. Boy, cənab nazir elə indicə çıxdı getdi. Siz narahat olmayın, gedin sabah 1-də gələrsiniz. Son vaxtlar Subway Surf kompüter oyunu çox populyardır. Çoxları elə bilir ki, bu adi uşaq oyunudur. Bu heç də elə deyil. Çünki Subway Surf kompüter oyunu yalnız bizdə, məmurlarımız üçün bir dərslik kimi istifadə olunur. Gəlin bu analogu olmayan oyuna bir yerdə baxaq. Bu sıravi məmurdur. Bu vəzifəyə təzə keçib və hələ ki quru maaşa yaşayır. Quru maaş bəs eləmədiyinə görə məmur oradan-buradan 5-10 manat qazanmağa başlayır. Daha yüksək vəzifəyə keçmək üçün mütləq kimlərinsə qabağında əyilməlisən. Vəzifəyə qalxandan sonra məmur daha çox qazanmağa başlayır. Amma göz doymadığı üçün məmur başqa yollara əl atır. Çoxlu qazanandan sonra məmur atlanıb düşməyə başlayır. İş o yerə gəlib çatır ki, pullar özləri məmurun cibinə axır. Arınlayandan sonra məmur göylə getməyə başlayır. Amma nə qədər göylə getsən də, gec-tez yerə düşəcəksən. Bax onda bir paqonlu əmi xırtdəyindən yapışıb, yediklərini burnundan gətirəcək. Son vaxtlar paytaxtımızda möhtəşəm idman tədbirləri keçirilir. Planda dünyanın ən mötəbər yarışlarından biri olan Formula 1-in keçirilməsidir.
Aldığımız məlumata görə Formula 1 yarışmasında Azərbaycanı analogu olmayan pilot təmsil edəcək. Gəlin, baxaq. Budur pit stopa İspanyalı pilot Fernando Alonso girir. Aziz Formula 1 severler, dikkat dikkat. Budur pit stopa Azerbaycanlı Hacı Tevfik girir. Və nəhayət, Bakıda analogu olmayan abadlıq işləri aparılır. Bu abadlıq işlərinə isə analogu olmayan insanlar nəzarət eləyir. Onların yaratdığı bu abadlıq işləri sanki bir incəsənət əsəridir. Gəlin bu analogu olmayan incəsənət əsərinə bir yerdə baxaq. Müasir Bakı baleti, birinci hissə, abadlıq işləri. Baleti, ikinci hissə, abadlıq işləri aparılan yerə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı gəlir.